Deməli, ekranı paylaşacağım. Orada suallarımız falan filan ki var. Onları suallarınızı verəcəksiniz, heç nə cavabınızı alacaqsınız. Qoy bir dənə buradan nə edeyim? Testləri açım. Testin biri nömrəsi 34 idi, o birisi də 35-dir hər halda. Yox, 34-ün zolaqlısı var, zolaqsızı var. Bu dəfə mükəmməl nəticə göstərdiyinizə inanmaq istəyirəm. İnanın. Başlayaq, suallarınızı verin. Suallar gəlsin. Uşaqlar, ayıqsınız? 2 müəllim. 2. Der Excel proqramında xanaya daxil edilmiş yazını şaquli vəziyyətə gətirmək üçün aşağıdakılardan hansını istifadə etmək lazımdır? Arkadaşlar, mənə elə gəlir ki, sən D variantı seçmisən. Bəli. Alignment qrupudur, amma əmrin adı orientation əmridir. Əgər istiqamət dəyişirsə də orientation. Yəni qrup olaraq desə düz idi. Prosta sualın özünü qeyri-müəyyən verib, yazmayıbdı. Əmr yoxsa qrup. Yəni bu mənada sən də haqlısan ki, nə biləsən ki, qrupu soruşur yoxsa əmri. Amma həmişə belə sual görəndə daha dəqiq olanını seçsən, daha yaxşı olar. Sonra 12. 12 9. Bəli. 9 dediniz yoxsa 8? 9 müəllim. 9-da deyir, seçilmiş xanaların birləşdirilməsi əmri hansı tabın hansı qrupunda yerləşir? Deməli, xanaları birləşdirmək istəyirsə də Home-da Alignment qrupundan istifadə edəcəyik. Xanaların birləşdirilməsi Alignment qrupundadır. 12, 10, 12 deyən arkadaş. İşçi sayın tiplərindən hansı səhvdir? Arkadaşlar, qeydiyyat vərəqi adında tip yoxdur. 20. 20, baxaq, 20-də nə deyir? Deyir ki, 20-də nə deyir? Hələ 20-ni açmamışam, deyirəm nə deyir. Danışmıraq bunu. Deyir, aşağıda verilmiş şəklə əsasən B2 xanasına yazılmış yazı hücrədən kənara çıxır. Xananın enini avtomatik olaraq yazılmış yazıya uyğunlaşdırmaq üçün hansı yoldan istifadə etmək olar? Arkadaşlar, motherboard yazısı B və C sütunların arasındakı xətti kəsir. Düzdür? Ha? Bəli. Bəli. Deməli, B ilə C-nin arasına gətirirsən göstəricini. Yəni B və C sütunlarının arasından yuxarıda boz yerə. Sonra 2 qat klik vurursan. Aydındır? Bəli müəllim. Hı -hı. Sonra 5. 15. Bəli. Aha. Şəkildə verilmiş qrup hansı lentə aiddir? Şəkildə verilmiş qrup nədir? Alignment qrupudur. O da home lentindədir da. Sonra 21. 21. Excel sənədinin hər hansı işçi vərəqinin işarəsi üzərində açılmış kontekst menyuda aşağıdakılardan hansı yoxdur? Arkadaşım, işçi vərəq üzərində kontekst menyu açanda işarənin formasını dəyişdirilən bir əmr çıxmır. Insert var, rename var, delete var, ondan sonra color var, amma işarənin formasını dəyiş adında əmr yoxdur. Sonra Abisini tutacaq. keçək, düz keçək. 24 müəllim. Nə, burada? Birinci də bayaqkında. Hı. Excel proqramının elementlərinin birinin qarşısı düzgün verilməyib. Cell hücrə deməkdir. Yəni hücrə xanadır da, bilirsiniz. Row sətirdir, column sütundur, book kitabdır, paper yox. Orada sheet gedir vərəqlər, sheet, paper yox.
Keçək o birinə. Bəli. Aha. Deyin görün burada nə var? 5. 5, 9. Bəli. Bax 6 da 5. 5-də deyir ki, aşağıdakı cədvəldə C3 xanasına 3 qiymət daxil edilib. C3, C12 diapazonu seçildikdən sonra fill down əmri icra edir. Nəticədə C2, C12 xanasının qiyməti nə olacaq? Düz oxumadım. Arkadaşım, fill down nə edir? Yuxarıdakını götürüb aşağıdakı bütün xanalara doldurur. Yəni bütün xanalarda 3 yazılacağına görə C12 xanasının qiyməti də 3 olacaq. Yəni doğru cavabımız nədir? C variantı. 6. 6-da. Bax arkadaşım, görün bunu neçənci dəfədir mən artıq şərh eləyirəm. Deməli, B3 xanasına 5 qiymət daxil edir. Fill series əmri icra edildir. Nəticədə aşağıdakı kimi bir pəncərə açılıbdır. Bu pəncərədə OK düyməsi klik edilərsə, doldurmanın apardığı sonuncu xananı və bu xananın qiymətini müəyyən edin. Bax, diqqət. Burada nəyə fikir verin? Series in hissəsində rows yazılır. Yəni sətr üzrə olacaq, soldan sağa doğru. Type-da liner yazılıb. Yəni ədədi silsilə ilə olacaqdır. Yəni ya toplama ilə, ya çıxma ilə dəyişəcək. Step value addım deməkdir. Yəni addımın qiyməti 4 vahid olacaq. Yəni 5-dən başlayırsa da 4 artıq 9 olacaq, 4 artıq 13 olacaq. Stop value son qiymətdir. Yəni 36-nı keçə bilməz. Ən çoxu 36 ola bilər. Ona baxaq, bax B3 xanasına yazdıq 5. İndi məsələ də buradadır ki, 4 artıraq. 9, 13, 17, 21, 25, 29, 33. İndi sütunlar nə ilə adlandırır? Latin qrafikalı hərflərlə, ingilis əlifbasının hərflərlə. B-dən sonra C, sonra D, E, F, G, H, I-ni gör necə yazdım. E hərfi kimi yazmamıza I hərfi kimi yazdım. Transkripsiyasını yazdım. H, I. Heç nə, I3 xanasına, I3 xanasına 33 yazılmış olacaq. Yəni doğru cavab nədir? B variantı. Sonra 9. 9 baxaq. Deyər Excel 2019 proqramının mətni cədvəli aşağıdakı kimi yerləşdirmək üçün hansı əmrdən istifadə olunur? Baxın arkadaşım. Microsoft Excel bölünübdür. Yəni xananı deşib o birisi tərəfə keçməyibdir. Aşağı sətrə düşübdür. Onda demək B variantına row textdən istifadə olunur. Sonra 24. 21. 21, 24 yaxşı baxaq. Excel 2019 proqramının yeni işçi vərəq hansı tabdan əlavə olunur? Arkadaşım, Home-dadır da işçi vərəqlərin əlavə olunması, silinməsi. Home tabında. Sales qrupundan. Sonra 24. 24. Bu düymə nə üçün istifadə olunur? Arkadaşım, bu düymə yeni işçi vərəq əlavə edir. Bitdi suallar. Bəli. Əla. Deməli belə, suallarımız bitibdirsə də o zaman nə etmək lazımdır? Yeni suallar çıxartmaq lazımdır. Arkadaşlar, bizim mövzumuz axırıncı dəfə nə olubdur? Excel'in birinci dərsi. Onu da işləyib siz indi ikinci dərsə keçməliyik. Excel'in ən vacib dərsi bu ikinci dərsdir.
Kim nə deyirsə də desin, ən vacib dərs budur. Hə. İndi bu dərsi nə edəcəyik? Baxaq ki, bunun nəyi var, nəyi yox. Aha. Axtaraq, axtaraq. Mhm. Oradan deyil. Mən hardan tapacam bunu? Hə, ekranı paylaşacağım da. Burada nə axtarıram ki onsuz? Bunu bağlayayım. Excel açın. Excel. Excel. Excel açıldı. Blank workbook basıram. Boş bir işçi vərəq açılır və formulas tabınla nə edirik? Başlayırıq işə. Çünki formulların tərtibi bu tabdan istifadə etməklə yerinə yetirilir. Təbii ki, Excel-də çoxlu sayda müxtəlif funksiyalar vardır. Formulas tabında elə ən böyük qrupu Function Library-dir. Burada funksiyalar müxtəlif kateqoriyalara qruplaşdırılaraq yerləşdirilib. Məsələn, financial, maliyyə funksiyaları, logical, məntiqi funksiyalar, text, ədəd, mətn funksiyaları, ədəd nə idi? Date and time, zaman və tarix funksiyaları, lookup and reference, istinad, massiv funksiyalarıdır. Math and trick, riyazi, trigonometrik funksiyalar, statistik funksiyalar, engineering, mühəndis, kub funksiyaları, information və compatibility, uyğunluq funksiyaları, web funksiyalar kimi funksiyaları vardır. Təbii ki, bunlarda magistratura qəbul imtahanlarında, həmçinin dövlət qulluğuna qəbul imtahanlarında da düşən kateqoriyalar logicaldan and-dir, or-dur, not-dur, if-dir. Text funksiyalarından len funksiyası, ondan sonra left, right funksiyalar kimi funksiyalar qarşımıza çıxır. Ondan sonra math and trick-dən ABS funksiyası, sonra burada var. Hə, ən çox istifadə olunanlar bu gün hardadır? Power funksiyası, product funksiyası, round funksiyası, sonra square root funksiyası, sum funksiyası, sum if funksiyası və trunc funksiyası kimi funksiyalar qarşımıza çıxa bilər. Bir də statistik funksiyalardan qarşımıza average A, ondan sonra count A, count if kimi funksiyalar, count blank, onun adını bilsəz bəsinizdir. Sonra minimum, maksimum kimi funksiyalar, max'dır, max A-dır, mindir, min A-dır. Bu cür funksiyalar qarşımıza çıxa bilər. Biz də nə edirik? Başlayaq o funksiyaları bir-bir şərh etməyə. İlk öncə hardan başlayaq? Məntiqi funksiyalardan. If, and, or, not. Bunlar nə üçün istifadə olunur? Gəlin bir neçə nəfər, belə deyim də, işçi yazaq. Onları müxtəlif qabiliyyətlərə görə işlə təmin edəcəyik ki, nələr olsun burada? 5 ballıq şkala olacaq. 5 ballıq şkala ilə onları qiymətləndirəcəyik və o qiymətləndirmə əsasında da onu işə qəbul edəcəyik. Məsələn, mücərrəd şeylər yazsam, tutaq ki, A qabiliyyəti, B qabiliyyəti, C qabiliyyəti, bu 3 dənə qabiliyyət tələb olunur işlərdə. İşçilərin də adları X olsun, Y olsun, Z olsun, T olsun, ondan sonra K, L və M işçilər olsun. Konkret adlar yazmıram ki, sonra dava düşməsin. İndi baxaq. Qiymətləndirmə aparıram. A qabiliyyəti birincidə 5, ikincidə 4, üçüncüdə 5, dördüncüdə 3, beşincidə 2, altıncıda 4, yeddincidə 5.
B qabiliyyəti birincidə 4, ikincidə 5, üçüncüdə 3, dördüncüdə 4, ondan sonrakında 3, sonrakında 5, axırıncıda yenə 5-dir. Bir də C dediyimiz qabiliyyət var. C qabiliyyəti birincidə 4, ikincidə 3, üçüncüdə 5, dördüncüdə 4, ondan sonrakında 3, ondan sonrakında 5, ən axırıncıda da 5-dir. Bax, bu 3 dənə qabiliyyət. İndi baxaq görək, hansı prinsipləri irəli sürəcəyik. Məsələn, true doğru deməkdir, yəni onu qəbul edəcək, false isə yanlış deməkdir. Birinci növbədə biz belə bir iş görəcəyik. Deməli, A ki var, A qabiliyyəti 3-dən yuxarı olsun. Ümumiyyətlə, 3-dən yuxarı olanları götürəcəyik işə, belə qəbul edək. Ya da 3-ə bərabər ola bilər, ancaq hansı qabiliyyətdən hansı güzəşt edəcək onu bilmirəm. Elə qabiliyyət olsun ki, o çox daha vacib olsun. Yəni, A və B qabiliyyətlərini götürəsi olsaq, A qabiliyyəti 4-dən yuxarı, B qabiliyyəti də 4-dən yuxarı. İki qabiliyyəti də 4-dən yuxarı tutaq götürürük. Ya da ki, iki qabiliyyət də 3-dən yuxarını götürək. Olsun. İkisi də 3-dən yuxarı olsun. Biraz çətinləşdirməyək. Logicaldan seçirəm and-ı. And nədir? Bütün şərtlər ödənildikdə doğru qiymət qaytaran funksiyadır. Bax, B2 xanası böyükdür. Nədən olsun? Dedim 2 qabiliyyətdə 3-dən böyük olsun, elə? 5. Və eyni zamanda C2 xanası da, burada yox, aşağı düşək, aşağıda. C2 xanası da 5-dən niyə dedim? 3-dən deyib 5 yazın. C2 xanası da nə olsun? Böyükdür, 3 olsun. Yəni, həm A üzrə qabiliyyət, həm B üzrə qabiliyyət 3-dən böyük olmalıdır. True. Demək, birinci, ikinci adam, bir də ki, 6-cı, 7-ci adamda qəbul olundu. 3, 4, 5-də qəbul olunmadı. Niyə? Çünki digərlərində hər ikisi, məsələn, 3-cü şəxsdə Z-də A-da ödəsə də B-də 3 olduğuna görə ödəməlidir. Ondan sonra T-də A-da ödəmədi, B-də ödədi, götürmədi və burada heç bir ödəmədi. İndi də nə edək? Orla yoxlayaq bunu. Nəyi yoxlayaq? B və C qabiliyyətləri 3-dən böyük. İkisindən biri, hər hansı biri 3-dən böyüksə də qəbul eləsin. Yaxud da ki, A ilə B-də də yoxlaya bilərik. A ilə C-də də. O artıq bizim öz seçimimizdir. Hər hansı birini götürək. Məsələn, logical OR funksiyası. Hər hansı bir qabiliyyəti 3-dən böyüksə. Məsələn, A qabiliyyəti böyükdür 3 və buradan B qabiliyyəti böyükdür 3. İndi baxın, eyni şeyi bayaq A ilə B-nin arasında AND qoyub yoxlamışdıq, AND-la. İndi eyni şeyi OR-la edirəm. Eyni argumentləri verirəm, OR funksiyası. Burada bircə dənə K seçilməlidir. Qalanların hamısı seçildi. Deməli, bayaq AND-la verəndə 3 nəfər seçilməmişdi. İndi OR-la verdim, 1 nəfər seçilmədi. Səbəb nədir? Orada deyir ki, iki şərtdən hər hansı biri ödəndisə də onu qəbul elə. AND isə deyir ki, verilən şərtlərin hamısı ödənəndə qəbul elə. Yəni, deyə bəs orada 2-dən artıq arqument var, yoxdur ki, ola bilər. Yəni 100 şərt varsa, bircə dənəsi ödənsə, ən azı biri ödənsə, o qəbul olunacaq. Bunu bildik, bildik. İndi arkadaşlar, bəs bunu daha kompleks hala necə gətirə bilərik? Yəni bir yerdə true false yazılıb da bir dənə funksional bir iş görək. Elə eləyək ki, ortaya bir məhsul çıxmış olsun, ortaya bir nəticə çıxsın. Ona görə if funksiyasından istifadə etməyi tövsiyə edirəm. Deməli, nə edirəm? If əgər demək. 3 arqumenti var. Logical test, yəni məntiqi ifadəni yazırıq. If true, value if true. Yəni doğru olsa qaytaracağı qiymət, bir də value if false. Səhv olsa qaytaracağı qiymət. Doğru olanda deyəcəyik ki, təbrik edirik.
təbrik edirik. Burada da deyək ki, təs, təəssüf edirik. Ənin birini yemişəm. Deyirəm, nəsə uyğun gəlmədi. Təəssüf edirik. Birində təbrik etdik, birində təəssüf. Amma nədir şərt? Bax, bayaqkının kompleksi. A ilə B-dən nə olsun? Hər hansı biri ödənilsin ya da B ilə C-dən hər hansı biri ödənilsin. A-nın A isə mütləq ödənilsin ya da ki A ilə B-dən hər hansı biri ödənilib C-ni mütləq ödəmək lazımdır. Belə eləyəcəm. B ilə C-dən hər hansı biri ödənsin, A isə tam ödənsin. Onu necə edirik? Deməli, birinci növbədə A tam ödənməlidir. Bir də B ilə C-dən hər hansı biri. AND funksiyası istifadə edəcəm. AND. Buraya yazam AND. AND-ı bura yazmayıb arkadaşlar. Burada siyahıdan da seçə bilərsiniz. Siyahıda son istifadə etdiyimiz 6, 10 funksiyanın adı görünür. Bura name box-da, amma elə ki funksiya pəncərəsini açıbsınız, o zaman nə olur? Son istifadə etdiyimiz funksiyalar yazıyor. AND. Əgər AND-da A tam ödənməlidir, A-nın qiyməti böyükdür 3 olmalıdır. Və logical 2. Bu tərəfdə nə edirəm? O tərəfdə də verirəm OR. Orada isə B ya 3-dən böyük olmalıdır, ya da C böyükdür 3 olmalıdır. Əla. Əla. Okey. İndi baxın, birinci şəxsdə təbrik edirik yazdı. İkincidə təbrik edir, 3-də təbrik edir, 4-lə 5-də təəssüf edir. 6-cı şəxs L-də və M-də nə etdi? Təbrik etdi. Şərt necə olur ki, burada təəssüf olundu? Burada təəssüf olmasının səbəbi A-dır. Niyə? Çünki burada B-də, C-də 4-dür, yəni 3-dən böyükdür şərtini ödür. Yəni buradan true çıxasıydı nəticə. Amma 3 3-dən böyük olmadığına görə A qabiliyyətinə görə bu qəbul olunmadı. K-nın isə elə bu tərəfdə də B-nin qiyməti də C-nin qiyməti də 3-dən böyük deyil. Yəni buradan false çıxasıydı nəticə. Maraqlı odur ki, burada da A qabiliyyətini də 2 yazdığımıza görə o da alınmadı və nəticə etibarilə bu şəkildə cavab çıxdı. Deməli, bu cür məsələləri həll edəndə if-lə verilən birinci hissəyə baxırsınız, birinci nöqtəli vergülə qədər. Orada sizə məntiqi ifadə verilmiş olur. O məntiqi ifadələrdən nəticəni çıxardırsınız. Ondan sonra əgər nəticə true olarsa da, doğru olarsa da, şərt ödənirsə də, o zaman ikinci hissədəki qiyməti götürürsünüz. Əgər burada düstur varsa, həmin düsturu hesablayırsınız. Yox, əgər nəticə burada doğru deyilsə də, heç ikinci hissəyə baxmayın, üçüncü hissədəki qiyməti götürün, ya da düstur varsa da, həmin düsturdan hesablamanızı aparın. Bir dənə not qaldı. Not da nədir? Doğrunu yalan, yalanı doğru edən. Məsələn, burada bir dəyişiklik aparaq. B-nin qiyməti 3-dən böyükdür. Düzdürmü verilib? Bunun qarşısına bir not yazıram. Not. Yəni 3-dən böyük olmasın. A qabiliyyəti 3-dən böyük olmasın. Bunu aşağıya çəkəndə nə baş vermiş olacaq? Artıq bircə nəfər təbrik edildi. Çünki A qabiliyyəti 3-dən böyük olanların sayı kifayət qədər çox idi. Və nəticə etibarilə A qabiliyyəti 3-dən böyük olmayan bir dənə 3-dür, bir də 2-dir. Nəticə etibarilə də nə oldu? Ona görə də bu ödənmiş oldu və birdən buna təbrik edirik yazdı. Yəni not neynədi? Bu boyda gördüyümüz işi tərsinə çevirdi. İndi keçək birazca da hansı text funksiyalarına. Text funksiyalarında
Len mətnin uzunluğunu hesablayır. Gəlin belə eləyək. Heç buradaca götürək. Bax, tekstdə leni seçdim. Len. Və burada F2 xanasını seçirəm. Okay. 15 alındı. İndi aşağıya doğru çəkirəm. Burada göz təbrik edirikdə 14 dənə simvol var. Hərflərlə yanaşı boşluq işarəsi, durğu işarələr bunların hamısı nə hesab olunur? Simvol hesab olunur. Sonra bir-iki dənə söz yazıram. Məsələn, nə yazdım arkadaşlar? Yazıram Zəlimxan, Yaqub. Ondan sonra Nüsrət, Kəsəmən bu şəkildə. Məşhurların adlarını yazdım. Gördüyünüz kimi şair adları yazmışam bura. Bu logicalda, logical yox text funksiyasında left, sol tərəfdən götür. Məsələn, sözlərdən nəyə götürsün? Axırdan 3 dənə simvol. Çünki left soldan götürəcəkdir, axırdan yox. Onda sözlərdə, adlarda nə olsun? Əvvəldən 3 dənə simvol görsün. Left nə deməkdir? Sol. Məsələn, Yaqubda 3 seçdiyimə görə yaq götürür. Bu götürmür. Məsələn, bir də right istifadə edim. Right da sağ tərəfdən götürmək üçündür. Text funksiyalarında right. Burada nə edirəm? Məsələn, Zəlimxan sözündən sağdan 3 dənəsini götürürüm. Yəni, leftlə soldan 3 dənəsini götürmüşdüm. Rightla da sağdan 3 dənəsini götürürüm. Bax, gördüyünüz kimi bu cür fraqmentləri əldə etmiş olur. Yəni, mətn funksiyaları nə edir? Mətn fraqmentində right funksiyasısa da sağdan yazdığımız sayda olan elementi götür. Left funksiyası da soldan götür. Yaxşı, birdən söz olmazdı, ədəd olardı. Zəlimxan yerinə 1, 2, 5, 8, 4, 6, 3, 7 belə bir ədəd yazdım. Gördüyünüz kimi 637-dən götürdü. Axırdan 3 dənəsini. Məsələn, kəsəməli sözü 4, 7, 9, 3, 6, 1, 2, 8 yazdım və 4, 7, 9. Çünki niyə? Burada istifadə olunan funksiya leftdir. Belə deyim, ədədin soldan 3 dənə rəqəmini götürdü. Burada right istifadə etmişdim, sağdan 3 dənəsini götürmüşdü. Yəni, left və right funksiyası ədəd yaxud da mətn formatında olmasına fikir vermir. Ağına, bozuna baxmır, sadəcə götürür. Eyni zamanda len funksiyasının da maraqlı tərəf var bu mənada. Len funksiyası da ağına, bozuna baxmadan sayır. Len, məsələn, ədədi seçmişəm, görürsünüz 8. 8 nədir burada? Təbii ki, buradakı rəqəmlərin sayıdır. Yəni, sözdə hərfləri, ədəddə isə rəqəmləri sayır len funksiyası. Deməli, biz logical və text funksiyalarının bir neçə dənəsinə baxdıq. İndi riyazi funksiyalara gələk. Məsələn, bir ədəd verilibdir, mənfi ədəddir. Mənfi 428 ədəd. Və mən burada nə edirəm? Məsələn, trig, date and time, nə bilim, text, yox, buradan nə edirəm? More function, məsələn, trig. Hə, məsələn, trig, ABS, bu. 428 gördünüz, modulunu qaytardı. ABS nədir? Absolute, mütləq qiyməti qaytarır. Sonra burada istifadə edəcəyimiz nələr var idi? Bayaq adlarını çəkmişdim. Burada fakt da var, faktorial. Faktorial da istifadə oluna biləcək bir funksiyadır. Məsələn, burada faktorial istifadə oluna biləcək, yox, istifadə olunan funksiyadır. Burada heç nə yoxdursa 0 faktorialı 1 çıxardıq zaten. Məsələn, 5 faktorial verdim 120. Mən mənfi 3 versəz nə olacaqdı?
xəbərdarlıq verəcək. Nam xəbərdarlığı. Ümumiyyətlə Excel-də belə xəbərdarlıqlardan bir neçə dənə var. 5-6 dənə xəbərdarlıq var. Məsələn, biri nam xəbərdarlığı ədədin belə deyim də özü düzgün verilməyəndə çıxır. Yəni məsələn, kompleks ədəd verərsiz, problem çıxar. Ondan sonra bax gördüyünüz kimi faktorialda mənfi ədəd verdim, problem çıxdı. Burada ancaq müsbət olmalıdır ya da 0 olmalıdır. 0 olanda 1, 5-i bayaq elədim 120, 6 eləyəcəm, təbii ki 720 kimi bir ədəd alınacaq. Faktorial nədir? 1-dən cari ədədə qədər bütün ədədlərin hasilidir. Sonra nə var burada? Baxaq. Deməli, növbəti gələn funksiyamız power funksiyası. Power qüvvət funksiyasıdır. Powerda birinci arqument əsası göstərir. İkinci arqument isə üstü göstərir. Ona görə də nam xəbərdarı verdi. Çünki əsas də 0 oldu. Üst də 0 oldu. Da problem verəsidir də bu. İndi əsası 5 verin. 5 üstü 0 olanda artıq nə edir? 1 verir. Yəni əsas 0 olarsa da burada həmişə problem yaranacaqdır. Məsələn, qüvvəti 5 versəz alındı. Amma qüvvət də 0-dırsa da, əsas da 0-dırsa da nə edir? Ədəd nam xəbərdarlığı vermiş olur. Məsələn, indi bax 7, burada 2 yazdım. 7-nin kvadratını hesabladı. Məsələn, 6, bura 3 yazdım. 6-nın kubunu hesabladı. 5, 4 yazdım. 5 üstü 4'ü hesabladı. Yəni, power funksiyası bu cür əməliyyatları yerinə yetirir. Sonra burada nə var? Deməli, product funksiyası var. Product vurma funksiyasıdır. Məsələn, burada 5-dən 4 yazmışam. Qoy onları vursun. Elədi 20. Sonra növbəti funksiyamız sum funksiyası olacaq. Yəqin ki, qoyardıcıqla baxın. Elə düzdür, burada SQRT də var. Geri qayıdaram. Amma sum'un adını çəkmişəm. Xətrinə dəyər qoy sum funksiyası. Sum cəmləmək üçündür. Yəni, burada gördüyünüz ədədlərin cəmini bilmək istəyirsiniz. Hamısının diapazonu alsız cəmlir 1380 eləymiş. Buradakı ədədlərin cəmi. Hə. Amma özümüz bir toplayıb qiymət almağa çalışsaq daha çox vaxt sərf edəcəyik. Çünki Excel çox qəşəng sürətlə hesablayır bunu. Bir də SUMIF var. Amma ondan qabaq nəyə baxacağımı söz verdim. SUMIF-dən qabaq SQRT. Square root, kvadrat kök. Məsələn, buradakı 625 ədədi həm də 25-in kvadratıdır. Baxın, hesapladı 25-i qaytardı bizə. Və SUMIF nədən ötürdür? SUMIF şərti ödəyənlərin toplanması üçün. Məsələn, buraya yazdıram 5, buraya yazdıram 7, buraya yazdıram 28, bura 12, burada 6, burada 19, burada neçə? 4, burada 25, burada 39, burada 42. Bunu gördünüz. İndi görəcəyimiz iş nədir? Məsələn, trackdə deməli, SUMIF funksiyasını istifadə etmək. SUMIF. SUMIF şərti ödəyənlərin toplanılmasıdır. SUMIF verdim. Burada 3 parametrlə də işləyə bilər, 2 parametrlə də. Ən azı 2 parametr olmalıdır. Range, diapazonu seçirəm. Və criteria, şərt. Şərt böyük olsun neçələr, hansı qiymətlərdə hesablama varsın. Böyükdür 15 verim. 15-dən böyük olanları cəmlədir. 153 elədir. Yaxşı, bəs onda 2 diapazonla bu olursa da, 2 arqumentlə bu həll olursa, 3-cü arqument nəyə lazımdır? Bir də onu izah eləməkdən ötürü mətndən də istifadə edəcəm. Bura baxın. Bura yazıram
Tutaq ki, malın biri A, digəri B, üçüncü yenə A, dördüncü C, beşinci D, altıncı B. Burada təzədən D istifadə edək. Burada A-nı yazdıq, burada C-ni yazdıq. Qabağına da ədədlər yazılır. Məsələn, 5, 2, 4, 7, 3, 6, 8, 4, 9. Məsələmiz nədir? Mən A-ların cəmini hesablamaq istəyirəm. A-ların qiymətlərinin cəmini. Məsələn, trig gəlirəm nəyə? Sum if funksiyasına. Range diapazonu seçirəm. Aha. Diqqət ediniz. Ədədləri seçmədim. Sadəcə bu hərflər olan hissəni seçdim. Criteria şərt A olanlar dedik. İndi sum range toplama diapazonu isə budur. Bunu harda gəldi seçə bilməzsiniz. Ədədlərin elə olmalıdır ki, hansı hərfə, hansı ədəd uyğun gəlir onu kompüter, ümumiyyətlə sistem anlaya bilsin. Dırnaq arası deyək. Göz 13 aldı. A-ların qiyməti 13. Amma A-nı dəyişib mən B eləyəndə təbii ki, nəticə dəyişəcək 10 elədir. Çünki B-nin biri 2-dir, B-nin biri də 8-dir. İkisi birləşəndə 10 verir. Bax, bu da sum if-in istifadəsi. Sonra bir də var round non-trunc. Bunlar nədirlər? Round yuvarlaqlaşdırma funksiyasıdır. Trunc isə nədir? İxtisardır. Hocam hansımız yox açmışıq? Gültac. Gültacın boyunu mən yerə soxacam. Hə. Deməli, baxırıq. Nə edirik? Bir dənə ədəd yazacağım bura. 247 tam. Mində 371. Belə bir ədəd. Qabağa nöqtə qoymaq lazımmış, çünki məndə standart Amerikan standartıdır və vergül qoydum deyə xananın solundan yazdı. Excel-də dax belə bir funksiya var. Əgər xanada mətn tipli informasiya verirsənsə, soldan yazacaq. Ədəd tipli informasiya verirsənsə, sağdan yazacaq. Məntiqi olanda da ortadan yazılır. Məsələn, baxın, burada true yazsam, true. Ortadan. Məsələn, false yazsam, bu artıq Excel-in xüsusiyyətidir. Buna diqqət eləmək lazımdır. İndi round-la trunc-ı bunun üzərində yoxlayaq. Round funksiyası. Round. Burada num digits, rəqəmlərin sayı. Bu nədəki rəqəmin sayını bizə deyir? Vergüldən sonraki. Vergüldən sonra 2 rəqəm saxlamağı düşünürüm. Məsələmiz burasındadır ki, nəticə nə olacaq? Burada bölüşdürücü vermişəmmiş. Deyən görüm, arkadaşım. Bu ədədi bu indi mətin kimi götürdü. Bəs bayaq da vergül vermişdim. Onu da düzəltməlidir. Hə. Ədədimiz ədəd kimi deyil ki burada. Ədədə baxın arkadaşlar. Görün necə verib. Tam ədəd kimi verib. Amma baxıram number. Mənim verdiyim nöqtəni qəbul eləməyib. Nöqtə kimi. Bölüşdürücü kimi qəbul edibdir. Bu niyə belə elədi? 5 tam %70. Bunu kəsr ədəd kimi qəbul elədi. 753. Bunu kəsr ədəd, yox, bunu da tam ədəd kimi qəbul elədi. Qəribədir. İnanılmaz amma gerçək. Kompüterim gecləyir. Bu düzəltdi burada. Amma bir dənə rəqəm artıram bura. Ədəd vergüldən sonra 2 rəqəm qoyuram, problem vermir. 3-cü rəqəm verəndə problem verir. Çox maraqlıdır. Nəsə,
Bu ədədi götürüb round eləyəcəm. Bu 7-nin dəyişimi 2 edeyim. Çox da şişməsin ədədimiz. Burada 4 yazıram. Round funksiyasını işə salım. Formulas, mesenteric, round. Deməli, 425,250 ədədidir. Nam digit. Vergüdən sonra 1. Yəni, baxın. Gör nə yazır? 425 tam %25. Düzdürmü? Bir rəqəm saxla deyirəm vergüdən sonra 425,3 verdi. Niyə? Bu 5-in yerində, 5-in yerində. Əgər 4 olsaydı 425,2 ədədin verəsiydi. Amma burada 4-ün yerində 5 olduğuna görə 425,3'ü verir. Yəni %300 şəklində. Bu da heç də gözə xoş gəlmir. Ona görə də kəsr hissədəki nələri, sıfırları yığışdırdım. Bəs trunk funksiyası nə iş görür? Trunk funksiyası sadəcə qarşısına keçəni götürüb kəsib tullayır. Təbii ki, mərtəbədəki rəqəm 5-dirsə də, 5-dən böyükdürsə də onda hiss olunur nəticə. Yox, deyilsə də elə eyni görünəcək roundla trunk. Formulas, mesenteric, buradan gələm trunk funksiyasına, trunk funksiyası. Bu ədədi seçdim və vergüdən sonra 1 qoydum. Baxın, eyni ədədin üzərində 2 əməliyyat yerinə yetirildi. Birində 425,3-dür, digərində 425,2. Nədir? Birinə tətbiq eləmişəm trunk əməliyyatını. Ona görə də 425,250-də trunk apararkən 2-yə qədər olan bütün mərtəbələri götürüb birbaşa sıfırlayıb. Amma round olanda baxıbdır ki, ədəd 5-dir, yaxud ondan böyükdür, növbəti mərtəbəni bir vahid artırıb. Bununla da məsələmizi həll eləmiş olub. Bir də burada var statistik funksiyalar. Statistik funksiyalara dedik ki, average, average bu şəkildə funksiyalara aiddir. Average ədədi ortanı hesablamaq üçün, məsələn, burada B1, D4 diapazonu götürdük və başlayırıq ora ədədlər daxil etməyə. 5, 4, 2, 6, 8, 4, ondan sonra 10, sonra 5, bu şəkildə ədədlər daxil etdik. Görürsünüz? Bəzi xanalar isə hərflər daxil edirəm. Buraya yazam A, buraya yazam dırnaq arasında 3, buraya yazam true, burada yazam false, burada yazam yalan. Arkadaşlar, bu diapazona sonradan yazdığım A'dır, dırnaq arasında 3'dür. False-dur, yalandır, true-dur. Bunlar bunun qiymətinə, average-in qiymətinə təsir eləmir. Average-in qiymətinə nə təsir edəcək? İndi birazdan biləcəksiniz. Average A-dan istifadə edəndə nə olduğunu biləcəksiniz. Average A təkcə ədədlərə baxmır, diapazondakı bütün xanaların qiymətlərinə fikir verir və bunu seçdim, diapazonu OK basıram və gördüyünüz kimi bayaqki ədəd neçə idi burada? Bu deyildi. Bu olmadı bəllidir. Çünki average A-da, burada A-nı təzdən siləsi olsam 5,5 alınır. Amma A-nı yerinə qaytaranda 3 tam nədir? 1.460.538 alınmış olur. Səbəb nədir? Average ancaq ədəd olan xanalarda ədədlərin ədəd ortasını hesablayırsa, average A bütün diapazonda nə qədər dolu xana varsa onların hamısı nəzərə alır hesablama apararkən.
Yəni oradakı ədədləri toplayır, düzdür? Amma ədədlərin sayına yox, dolu xanaların sayına bölmüş olur. Növbətiyə baxaq. Növbəti count funksiyasıdır. Count saymaq funksiyasıdır. Və buradan gəlirəm count-a. Count funksiyası. Count diapazondakı ədəd olan xanaları sayır. Yəni digərlərini yox. Məsələn, 5 4 ədəddir, 2 ədəddir, 6-dır, 8-dir ədəddir. Yalan, false, true bunlar ədəd deyirlər. 8 dənə ədəd olduğunu düşünün. 4, 6, 5, 4, 10, 5, 8, 2. Həqiqətən də elədir. İndi count'un bölünə bir A qoyacağım. Count A dolu xanaları sayır. Diqqət edin 13-ə çıxdı. Niyə? A-dır, dırnaq arasındakı 3-dür, false-dur, yalandır, true-dur. Bunun hamısını götürmüş olur. Beləliklə nədir? Average-lə count-un bir-birindən fərqini görmüş oldunuz. Növbətiyə keçək. Növbətiyə keçək. Nədir növbəti? Masterik. İndi max funksiyası və min funksiyasına baxmamız lazımdır. Min diapazonda ən balaca ədədi tapan funksiyadır. İndi bura baxın. Qiymət ox neçəni qaytardı? 2 qaytardı, düzdür. İndi bir də min A verəcəm. Min A. Statistikala girmişəm. Tapa bilmirəm. Min A. A burada. Yenə həmin diapazon ən balaca ədəddir. Arkadaşım 0 qaytardı. Nə üçün 0 qaytardı? Baxın, bayaq min idi, 2 qaytarmışdı. İndi 0 qaytardı. Sizcə nə baş verdi? Hansı olay baş verdi? Bu 0 hardan gəldi? Heç kimlə xəbər yoxdur, heç kim bilmir. Arkadaşım, bu false-dan gəlir. False-un yerinə 7 yazıram. Burada yenə də 0 qaldı. B1, E4 diapazonu. O zaman false-dan gəlmir. Yaxşı. False-dan gəlmir, nədən gəlir? Bax, bu birisi xanaları siləm. Delete. Aha. A-nı sildim. Yalanı sildim. False-u da sildim. False-u siləndə ən balacası 1 olur. Yaxşı, 1 hardan gəlir? Burada diapazonda 1 yoxdur. Yəni, false-u siləndə normalda getməli idi. Aha. Yalanı da sildim. Yalan da mətindir. Mətin tipli bir şeydir. Ona görə veribdir. Maraqlı ki, bir dənə hərf verim bura. Diapazona eləcə təkcə hərf verim. A hərfi verim. A hərfini götürdü. Nə kimi qəbul elədi? Qiymət kimi qəbul elədi. Yaxşı arkadaşım, indi A-nı da sildim. Niyə 1 yazılıbdır? 1 hardan gəlir? 1 true-dan irəli gəlir arkadaşlar. Ümumiyyətlə Excel-də true 1 deməkdir. False isə nə deməkdir? 0 deməkdir. Ona görə də diapazonda əgər true varsa da və digər qiymətlər 1-dən böyükdürlərsə də sən min A funksiyasını istifadə edəndə nə edəcəkdir? True-nu 1 kimi bizə qaytaracaqdır. Bəs min funksiyası olsa, min funksiyası olsa true-nu görməzdən görür. Çünki niyə? True-dur, false-dur, bunlar true-dur, false-dur, bunlar məntiqi dəyişənlərdir və ədəd deyirlər. Ədəd olmadıqlarına görə də mindir, max-dır. Bu funksiyalar bunları vecinə almır. Max funksiyası isə diapazonda təbii ki, ən böyük ədədin qiymətini qaytarır. İndi baxaq, max funksiyası oldu. Belə onu qaytarmış oldu. Amma ondan başqa, məsələn, mən bura 18 yazası olsam, 18-i qaytaracaq. Belə. Bunlar oldu bizim o funksiyalar. Yaxşı, bir də Excel-in xəbərdarlıqlarına baxaq. Hansı xəbərdarlıqlar var? Xəbərdarlıqlar nə zaman qabağımıza çıxır?
Məsələn, mən bura bir dənə düstur daxil edirəm. Birinci ədəd daxil edirəm. 5, burada 8, burada 3. Balaca bir dənə düsturumuz olsun. Bərabərdir yazıram. A1 üstə gələk B1 vuraq C1. Gör belə bir düsturumuz var. Göz 29 verir. Heç bir problem yoxdur. Mən B8 götürüb A ilə əvəz edəcəm və problem çıxacaqdır. Nə problemi çıxacaqdır? Value xəbərdarlığı. Niyə? Deyirsən ədədi nətər hərflə toplayacaqsan, nətər mətnlə toplayacaqsan. Ona görə value xəbərdarlığı çıxır. Bunu gördünüz. Bayaqki xəbərdarlığın birini geri qaytarım. Bura bunu qoydum bunları və bərabərdir 0 üstü 0 hesablayıram. Yəni e, B üstü C-ni. Gördüyün nam xəbərdarlığı çıxır. Ədədin formatı düzgün deyil. Sonra A sütununu silirəm. Burada 29 yazılan xanaya baxın. Silmək. Delete. Ref xəbərdarlığı çıxdı. Ref nə deməkdir? Reference. İstinad. İstinad yoxdur. Bayaq istinad elədiyimiz xananı artıq silmişəm. Həmin xana olmadığına görə bu xəbərdarlıq da gəlmiş olur. Başqa hansı xəbərdarlığımız var? NA xəbərdarlığı, bir də div 0 xəbərdarlığı var. Məsələn, mən bölmə əməliyyatı aparıram. Bərabərdir 3 bölək 0. Nə edir? Div drop 0 xəbərdarlığı bizə qaytarır. Bəs NA xəbərdarlığı nə vaxt olur? O artıq məntiqi, massiv funksiyası falan istifadə edərkən əsasən qabağımıza çıxır. Diapazondan nəticənin tapıla bilmədiyini bizə göstərmək üçün istifadə olunur. Deməli, burada nə edirəm? VLOOKUP funksiyası istifadə edirəm. Da ki, bu diapazonda deməli, lookup value bura olsun. Ay bir xanası. Burada da bir nəyimiz olsun? Cədvəlimiz olsun. L1 M10 cədvəli. İkinci sütundan söhbət geçsin. Burada nə yazım? False. Və burada düsturumuza baxın. Düsturu mən hara yazmışam? Buraya yazmışam. Bax, düstura baxın. NA xəbərdarlığı artıq görürsünüz. L1 M10 diapazonunda I1 xanasına əsasən heç nə. Bura 0 yazıram, yenə də problemdir. Çünki düsturumuz nədir? L1 M10 diapazonunda I1 xanasına daxil etdiyimiz qiymətə uyğun gələnləri bura çıxartsın. Biz də belə bir iş görürük. Deməli, L1 xanasına 4, bu bilsən 2, burası 0, 3, 7, 8, 1. Belə. Burada 1, 3, 3 deyil, 3, 7, 6, 5, 2 və buna boş buraxdım. İndi diqqət etsin. Burada 0 yox, buranın qiymətini 7 elədim. 7 elədimsə 7-nin qabağında gördüyünüz kimi burada 5 var. Deməli, burada 5 çıxacaq. Amma elə ki, bu diapazonda, yəni 0-dır, 2-dir, 3-dür, 7-dir, 8-dir, 4-dür. Bura 1 yazası olsan, yenə burada NA xəbərdarı qayıdıb çıxacaqdır. Çünki niyə axtarılan tapılmıyor? Excel-in bu da bir xəbərdarlığı. Deməli, hansı xəbərdarlıqları görürüz? Nam xəbərdarlığı, div 0 xəbərdarlığı, NA xəbərdarlığı, ref xəbərdarlığı, bir də value xəbərdarlığı kimi xəbərdarlıqlar çox vacibdir. Bir də görəcəyimiz iş nədir? Deməli, bunlar xəbərdarlıqlar falan. Bir də xanaya ədəd sığışmayanda da bir xəbərdarlığımız gəlir. 1, 2, tık, 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 tık. Belə ədəd yazdım. Xanaya sığışmır. Xananı balacalaşdım. Bax, hələ ki eksponensial görünür. Biraz daha sıxıram. Eksponensial görünməyən kimi xanada nələr əmələ gəlir? Diyezlər. Diyezlərin xanada görünməsi nə deməkdir? Xananın
İçərisindəkilər xananın eninə sığmır. Nəsimi kimidirlər. Sonra defined names var. Arkadaşlar, ümumiyyətlə biz Excel-da hesablamalar aparanda ünvanlarla işləyirik də. Məsələn, bax burada belə bir iş görmək istəyirəm. Buraya yazıram 1, burası 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərini yazdım. Burada nə yazım? Birinci xananı heç hesablamam, 2-dən başlayayım. Bura 1, bura 2, bura 3, 4, 5, 6, 7, 8, 9. Mənə lazımdır ki, buradakıları onluq mərtəbə olaraq, bunları da təhlil mərtəbə olaraq qəbul edib, xanaya yazsın. B2 xanasına yazsın. Nədən? Bərabərdir yazası olsam, birincini onluq mərtəbə deyə vururam ona. Üstə gəlib buradakı. Birincidə 10 alındı. Hər şey qaydasında kimi görünür. Niyə? Çünki olduğu sətir başına, yəni 1-i, olduğu sütun başına, yəni 1-ə. Burada bir A2 xanasındadır. Ona görə də burada A2 göstərilir. Və 0-da B1 xanasına, ona görə də B1 göstərilir. A2 və B1 xanaların bir-birinə vurduq. Amma elə ki onu götürüb bura dartdım, aşağıya doğru dartdım, artıq nədir? Sən o sən deyilsən. Onda nə edirik? Əncam çəkmək lazımdır. Əncamı necə çəkə bilərsən? Demək, bunu sağa doğru dartanda birinci sütun sürüşməməlidir. Ona görə də A-nın qabağına dollar işarəsi qoyulur. A oldu mütləq. Deməli, birincidə problem olmayacaqdır. Baxın. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 kimi ədədlər var. İndi ikinciyə baxın. Bunu yuxarıdan aşağıya doğru çəkəsi olsaq, dəyişir. Məsələn, burada 2-nin bölünə 0 qoyub 20 yazmağımızdan 30 yazdı. 3-ün bölünə 0 qoyub 30 yazmağımızdan 3-lə elə bil nə etdi? Təbii ki, 3 ilə 30-u 30 ilə 30-u topladı. Burada 60 elədi. Halbuki nə olmalı idi? Tamam fərqli bir şey var. Burada 0 ilə 3-ün 10 mislini toplayıb eləcə 30 verməli idi. Yəni, beləliklə problemlər ortaya çıxdı. Bəs bu problemi necə həll edəcəyik? Təbii ki, baxıram ki, bu düsturu bura çəkəndə artıq. Deməli, B2 xanasında A2 ilə B1 idi. Bura gələndə A3 ilə B-nin ikincisinə düşmüş olur. Deməli, ikinci sətrə düşmək olmaz. Çünki birinci sətirlə işlənməlidir. Bu, ona görə də 2-nin qabağına nə edirəm? Dollar işarəsini qoydum. Beləliklə, formulumuzda qoy burada 1-in qabağına qoyum dolları. 2-nin qabağına nəyə qoydum ki? 1-in qabağına. Və beləliklə, bunu qoyandan sonra B2 xanasına yazılan düsturu istəyir sağ tərəfə çəkək, istəyir yuxarıdan aşağı çəkək. Burada, yəni A sütununda və birinci sətirdə verilmiş ədədlər ki var. Bax, həmin ədədlərin hamısı üzrə əməliyyatı yerinə yetirdi. Yəni, buradakı onluq mərtəbə, buradakı isə təhlil mərtəbə olaraq qəbul elədi. Və məsələn, 4 ilə 7-nin kəsişməsini yazıb 47. Həqiqətən də 4 ilə başlayan onluq ədəd 40-dır. İkinci mərtəbəsi də 7 olduğuna görə 47 olmuş olacaq. Bu belə. Bura qədər hər şey qaydasında deyə düşünürəm. Amma burada nə qədər olmasa mən nə elədim? Biraz çaba sərf elədim da. Düşündüm ki, formulu necə verəsi olsam, bütün xanallara çəkəndə doğru cavab variantı alınacaq. Ondan ötürü də başqa yol var. Necə? Məsələn, bu birinci sətir ki var 0-dan 9-a qədər. Onu seçirəm və define name-də buna ad qoyuram. Adına nə qoyum? Sətir. Bir də A2-dən A10-a qədər olan diapazonu seçirəm. Yenə define name. Bunun da adını qoyum sütun. Okay. Və formulumuzu biraz sadələşdim. Bərabərdir. Yazam setir.
Vuraq 10, yəni sətirdəki 10-a vurub. Üstəgəl sütun. Ay, ay. Burada nəsə problem oldu. Aha. Sətirlə sütun qoy bir daha toplayım. Bu niyə spildə problem verdi? Sütun olub buranı seçməmişəm ki. Bura sətir. Bu nədir? Bu da sütun. Hər şey qaydasındadır. Nədənsə də arkadaşlar hal-hazırda gözlədiyim nəticəni vermək yerinə bu mənə problem verdi. Bir dənə deyən görüm. Bayaqdan problem verir. Mən bayaqdan dirəşmişəm üzümə. Burada hesablamağa çalışıram. Spare range isn't blank. Aha, ignore error. İgnor verməklə də deyil. Bu əməlli başlı problem. Bəlkə bu sətirlə sütun əvvəlcədən hardasa var. Qoy bunların adlarını dəyişin başqa bir şey edeyim. Bunun adını define name-lə. Bəs name, bir dənə name manager açacağım. Name manager. Burada heç bir problem yoxdur. Kanallar falan hər şey düz verilir. Kanallar düz verilir. Burada problem yoxdur. Gördüyünüz kimi sətirdə həqiqətən də buradakılardır. Sütunda da buradakılardır. Maraqlı olan nədir? Bərabərdir. Sətirlə sütun yazanda da problemi. Sətir. Aha. Üstə gələk. Sütun. Hı -hı. Hə, düzəldi. Düzəldi. Bayaqdan spell xəbərdarlıq verdi, amma gördüyünüz kimi xəbərdarlığa ehtiyac yoxdur. Sadəcə sətri ona vurmalıyım, çünki o onluq mərtəbəni ifadə edir və sütun üstünə gəlməliyim. Biri ona vurdum. Yaxşı, o vurğu da bir başqa şey götürəcəm. Aha. İndi düzəldi ki. Hə, sətri yox, sütunu ona vurum. Bu artıq Excel-in problemi deyil. Yadımdan çıxıb ki, mən buranı sətr adlandırmışam, buranı sütun. Bura sətr başlıdır, bura sütun başlıdır. Ona görə özüm də dolaşıq saldım, indi düzəlir. Aha, hər şey qaydasında. Onu çəkməyimə ehtiyac yoxdur. Özü avtomatik doldurduğuna görə mən çəkib uzatmaq istəyəndə problem verir. Yəni biri var ki, mütləq və nisbi ünvandan istifadə edib biz formulumuzu tamamlayırıq. Bir də var ki, nə edirik? Ad verməklə bunu tamamlayırıq. Sağ formulasında digər bir məsələ nədir? Trace presentence, bir də trace dependence'dir. Bu nədir? Biz burada xanallara paylaşdıraq ədədləri. 5 yazdım, 7 yazdım, 9 yazdım, 3 yazdım, 2 yazdım, 6 yazdım. Sonra burada 8 yazdım. 4 yazdım yenə. Məsələn, burada 3 yazdım. Burada neçə? 8 yazdım. Və burada belə bir iş görəm. Bərabərdir bu, üstə gələk. Bu, üstə gələk. Bu, üstə gələk. Bu və bu bir tərəfdə də bərabərdir. Bu, üstə gələk. Bu, üstə gələk. Bu şəkildə. İndi bizim tutaq ki, formula barımız bağlıdır. Kanalın qiymətini də görə bilmirik. Mən istəyirəm ki, əyəni görüm ki, bu D10 xanasındakı qiymət necə alınır. Trace dependence verirəm. Active cell. Həqiqətən dəhşət olub. Trace presentence. Hə, nə üçün dependence verməli? Çünki mən seçdiyim xananı başqa yerdə istifadə eləməyibdir. Bax, trace presentence bunun yəni bunun alınmasına iştirak edən xanaları götürdü, yığdı bura. Göstərdi ki, bunlar istifadə olunur. İndi burada remove arrows verdim, oxlar yığışdı. Məsələn,
3-dən hansında istifadə olunur? Hansı düsturda istifadə olunur? Trace dependence. Heç birində vermir. 4-dən harda istifadə olunur? Dependence göstərdi. 4-dən 28-in alınmasına istifadə olunur. Yəni 7-dən harda istifadə olunubdur? 7-dən 28-in alınmasına istifadə olunur. Məsələn 8-dən hardan istifadə olunubdur? 28-in alınmasına. Elə hamısı ad nədir? Hər xananı bir dənəsinə aid eləmişəmmiş. Deməli, burada trace precedence cari xananın alınmasında hansı xanaların qiymətindən istifadə olunur, onu hesablayıb bizə oqla göstərir. Trace dependence isə cari xanadan hansı xanalardakı qiymətin hesablanmasına istifadə olunur, onu göstərir. Burada show formula var. Show formulası nədən ötürüdür? Formulu belə deyim də bizə tərkibini göstərir. Məsələn, burada işlətdiyimiz, ilk göstərdiyimizdə formulası verəndə fərqi yoxdur hansı olsun, təkcə o göstərdiyimiz deyil, istənilən bir yerdə. Qocam harada formulumuz var? Burada 2-dən formulumuz var. 28-dən 15-in alınmasında formulu göstərir. Baxın, göz burada yazan. Oxları yığışdım, görsünüz. Formul görünür, formul görünür. Show formulası rejimində formullar açıq şəkildə görünür. Error checking ümumiyyətlə başlayır bütün vərəqdə xanalarda qüsur axtarma, xəta axtarma, tapdısa da bizə məlumatı. Evaluate formula nədən ötürüdür? Formula addım-addım bizə göstərir necə işlədiyini. Məsələn, baxın. Burada görürsünüzmü? Yazdım formulu buraya yazıbdır. If and not B2 böyükdür 3 or C2 böyükdür 3, D2 böyükdür 3. 2 dənə mötərizəni bağladı. Təbrik edirik. Nöqtəli vergül təəssüf edirik. Evaluate verdim. Baxın. 5 böyükdür 3. 5 böyükdür 3 true verdi. Qabağında not var. Evaluate bastım. Onu false elədi. Çünki true'nu notu false'dur. Burada orun içində C2 xanasında 4'dür. 4 böyükdürmü 3? True. D2 xanasında 4'dür. 4 böyükdürmü 3? True. True ilə true'dan true verir. İndi and'ın bir argumenti false'dur, biri true. And'da hamısı true olmalı ki true versin. Verəcəm false verəcəm. False olanda da nə edir? Burada bizə təəssüf edirik yazısını çıxardır. Yəni formulun addım-addım necə işlədiyini təyin etməkdən ötürü evaluate formuladan istifadə edə bilərsiniz. Watch window nə üçün istifadə olunur? Əvvəlcədən hansısa da bir diapazonu götürüb saxlayanda hesab diapazonu ona baxmağa imkan verir. Calculations options nədir? Siz baxırsınız ki, bir dənə formul daxil etdim, yaxud dəyişik etdim xanada. O saat nəticə görünür. Məsələn, burada bərabərdir. Bu xana üstə gələk bu xana. Hələ ki 0'dır. Bura 5, burada 7 yazanda bu 12 elədi. Məsələn, 7-ni dəyişib 8 eləm 13 elədi. Hər şey qaydasında kimi görünür. Calculate optionsdan manual seçəndə 5-i dəyişib 9 elədim. Burada 9-dan 8 toplayıb 13 yazmadı. Niyə? Çünki biz burada manual seçmişik. Calculate now basanda artıq bunları cəmləyir. Calculate now verəndə bütün işçi kitabda hesablanacaq. Calculate sheet verəndə ancaq cari işçi vərəqdə bu hesablamanı aparır Excel proqramı. Gördünüz bunlar nə işə yarayır arkadaşlar? Dərsliğini də atmışam. İndi sizin işiniz nə olacaq? Tezlə bunlara baxacaqsınız və başlayacaqsınız tətbiq eləməyə. Dərslikdə cədvələ və onun içindəki ədədlərə diqqət edin. Əgər kompüteriniz varsa da mütləq kompüterdən istifadə edin. Çünki praktik dərsləri daha yaxşı mənimsəmək üçün mütləq sizə kompüter lazımdır. Qalanı da ki, Allah kərimdir, yaxşı olar. Kimin nə sualı var mənə? Qaliba heç kimin heç bir sualı yox. Sağ olun müəllim. Yaxşı, sağ olun, gecəniz xeyrə Sağ qalsın. olun müəllim. Bye. Oy.